Beşi 1-ci ay 2025-ci il nur üzlü şəhidimiz Nəsirov Qara Eldənizoğlu'nun mövlud günü öz məzarı üstündə qeyd olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Ad günüm mübarək, sevincim, dərdim. Bugünə ən gözəl duyğumu verdim. Sözüm gül çiçəkdi, yoluna sərdim. Çiçək yaşındasan, yaşını demə. Rəhmət eləsin. Mən bu gün oğlumun 25 yaşına keçir. Evin bir uşağıdır, 4 bacının bir qardaşıdır. Bu gün ad günüz onun. Mən bütün şəhidlərimizə Allah'tan rəhmət edirəm. Qazilərimizə can sağlığı, qazilərimizə Allah şəfa versin. Mən nə deyə bilərəm, ata üçün danışmaq biraz tuturulam etməlim. Allah bütün şəhidlərə rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bugün Balam Qaranın, Nəsirov Qaranın ad günüdür. Yeri cənnət olsun. Babağı işğaldan azad etti İcitlər. Heç yaman unutmarım, tarix yazdı içərdə. Deyirəm Allah, analar balalarına qurban. Heç bir ana övladdan soruya qalmaz.
Qoparma inciyərsən, qaysaq yox yaramın. Qoparma inciyərsən, şəhid oldum sevingül. Üzün ağ olsun ana, mən cənnətə gedirəm. Vətən sağ olsun ana, mən cənnətə gedirəm. Vətən sağ olsun ana. Ana